Növbəti sualımızı cavablandırırıq. Sual belədir ki, hamilə qadın Ramazan ayında oruç tuta bilərmi? İlk öncə bildirmək istəyirəm ki, sözsüz ki, hamiləlik çətin və ağır bir prosedurdur qadınlar üçün və Quran-ı Kərimdə də bu haqda geniş bir şəkildə danışılmışdır. Və hər hansı bir qadın əgər hamilədirsə və həkimlər oruç tutmasına icazə verərlərsə, o zaman oruç tutmasında bir problem yoxdur, əgər istəyərsə. Yox, əgər oruç tutduqda hər hansı bir zəiflik, hər hansı bir baş ağrı və ya uşağa, körpəyə hər hansı bir zərər və ya qadının özünə hər hansı bir zərər olarsa, sözsüz ki, o həmin Ramazan ayında oruç tutmur və oruç tutmadığına görə də heç bir günah yazılmır və normal şəkildə yeyir və içir. Lakin artıq uşaq doğulduqdan sonra isə artıq tutmadığı günlər qədər orucun qəzasını edir. Allahu a'lə və a'ləm.